İndi siz bir düşünün. Balaca vaxtı kəndlərdə olmuşsunuz da yəqin ki. Mən hər 3 ay gedib kənddə yaşayırdım, görürdüm. Kənddə kimsə qapısını bağlayırdı. Elə olurdu ki, qonşudur məsələn, qapı da açıq, çıxıb gedir şəhərə, 10 gündən sonra qayıdacaq. Bu biri qonşu hər gün gəlir, girir içəri, onun toyuqlarına dəm verir, nə bilim, heyvanına ot verir. Bu, belə mehribançılıq təsəvvür elə. Ancaq Allaha iman gətirən, Allahdan qorxan insanlarda olur. Səhabə səhabənin evinə girir, qazanı götürür, gətirir, qoyur qonağının qarşısına. O biri səhabə evinə gəlib o qazanı görmür. Yoldaşına deyir ki, hanı qazan? Deyir ki, qonşun gəldi, götürdü, qonağa gəlib. Deyir, halal xoşu, nuş olsun. Özü bir təhər xurma ilə keçinir. Belə qardaşlıq indi varmı? Varsa da çox azdır. Elə bir seyf qapılarda 4-5 dənə kilitlə bağlayırlar ki, görək nə olacaq? Nədən çəkinirsən? Nədən qorxursan?